Salam, mən Talih Yüzbəyov. Soruşmaq ayıb olmasın verilişinə gəlmişəm ki, sizin mənə ünvanladığınız suallara cavab verin. Mən niyə belə nağıl danışırmış kimi danışıram, bilmirəm. Amma suallarınızı bu qutudan götürüb bir-bir cavablandıracağım. Zəhər Tuluğu obrazında real kimisə təqlid edirsiniz. Bu obrazda tamaşaçıya nəyi çatdırmaq istəyərdiniz? Yox, mən həyatımda elə cəsarətli və ədalətli adam görməmişəm. O çox belə bir-birinə kəllə atan, küçədə gedənə şirlə vuran, nə bilim, hamıya belə açıq sözün deyən adamdır. Ümumi olaraq sosial şəbəkələrdə yazılmış kommentlərdən doğulmuş adamdır. Çünki o dövrlərdə mən görürdüm ki, heyt çoxdur. Məsəl üçün, istənilən heç bir ziyanı olmayan videolara da heytlə yanaşır və belə bir acı dil obraz yaratmaq istədim. Amma hər şey kontroldan çıxdı. Obraz daha yaxşı olmağa başladı. Mən onu əvvəl anti-qəhrəman kimi düşünürdüm. Qəhrəmana çevrildi. O dönəmdə başa düşdüm ki, nə qədər də kobud səslənsə, dünyada da ümumiyyətlə belədir. Hər adamın söz haqqı olmamalıdır, məncə. Bu biraz çox pis şey oldu. Yəni, sosial şəbəkədə oxuyan nifrəti görəndə bizdə yox, bütün dünyada da elədir. Başa düşürsən ki, söz haqqı sən demə çox yaxşı bir şeymiş, amma hamıya yox. Sizi yazmağa vadar edən əsas duyğu hansıdır? Sevgi, qorxu, güvən, yoxsa ümidsizlik? Valla bu hər dəfə fərqli bir şeydir. Yəni, yazmaq istəyi danışmaq istəyindən doğur. Mən uşaqlıqdan əhvalat danışmaq, əhvalat uydurmaq xoşlayırdım. Dostum var, uşaqlıq dostum Rauf. İsti yay vaxtlarında binanın kölgəsinin həyətə düşməyini gözləyirdik ki, futbol oynayaq. Onda mən o vaxtı doldurmaq üçün Raufa əhvalatlar uydururdum ki, İvan adında bir qaqaş var idi, belə getdi, belə. Niyəsə adını elə İvan Drago qoymuşdum, o vaxtı dəbdə idi o personaj. Və belə əhvalat uydurmağı bacardım. Sonradan o əhvalatı yazmaq istəyi gəldi. Bəzən sevgidən olur, bəzən qorxudan, yalan deməyim. Nəyisə qorxudan yazdığım yadıma gəlmir. Daha çox dediklərinizin arasından paylaşmaq istəyindən doğur məncə əhvalatlar. Ən qısa sual. Salam, kinoda ən böyük hədəfiniz nədir? Qısa və düzgün sual. Daha gənc yaşlarımda tanınmaq, qəbul olunmaq, mükafat almaq idisə, saçım saqqalım ağarandan sonra daha çox yaxşı, nə qədər də inandırıcı səslənməsə bəlkə də daha yaxşı film eləyə bilmək, yaxşı film çəkmək. Düzdür, bunun kökündə yəni çox yaxşı olar bu filmi dəyərləndirilsin, baxılsın, sevilsin, lazım gələndə mükafat da alsın. Amma onlar artıq birinci yerdə deyil. Birinci yerdə yaxşı əhvalat danışa bilməkdir. Hansı Hollywood ulduzu ilə filmə çəkilmək istəyirsiniz? Buna görə hansı addımlar atmağı düşünürsünüz? Sizə uğurlar. Hollywood deyə bilmərəm, amma yəni dünya film ulduzlarından Monika Bellucci filmə çəkilmək istəyərəm. Mən Yılmaz Erdoğandan nəyimə əslikdə fikirləşərək istəyərəm. Yəni Monika Bellucci ilə necəsə tərəf müqabilə olum, çünki uşaqlıqdan onun fanatıyam. Amma əgər sırf aktyorlardan gedirsə, Gary Oldmandan istəyərəm və yaxud da Şampendən istəyərəm. Deyirlər, Şampen həyatda çox mındar adamdır, amma yenə də aktyor kimi çox yaxşıdır. İstəyərəm onlarla necəsə bir çəkiliş meydançasında olum. Ümumiyyətlə, xarici çəkiliş görmək istəyərəm, çünki bir dəfə görmüşəm, dad damağımda qalıb. Ona görə istəyərəm hər hansısa bir dünya filmində bir obrazım olsun, ən azından o təcrübədən faydalanım. Elə ssenariniz və ya ideyanız var ki, reallaşdıra bilmirsiniz, var, kifayət qədər çoxdur. Ümumiyyətlə, çəkilməyənlər yadda saxlayın, çəkilənlərdən daha çoxdur. Nəsə deyə gəlir maliyyə dayanır, ya ümumiyyətlə bizim infrastrukturun bəzi şeylərə hazır olmadığına, film infrastrukturundan gedir. Bəzilərinin özümün gücü çatmır, yazıb saxlamışam, görmüşəm ki, mövzunun içindən çıxa bilmirəm. Amma əsas problem Azərbaycan kinosunda və dünya kinosunda puldur, maliyyə. Çünki kino pullu bir sənətdir. Hər saniyəsi pulla ölçülən bir işdir. Ona görə dediyiniz kimi reallaşdıra bilmədiyim kifayət qədər çox ideya və ssenari var. Hətta mən onların bəzilərini istəyirəm hekayə formasında yazım qalsın, adını da qoyum çəkə bilmədiklərim. Yəni elə bir kitab buraxmaq istəyirəm, çəkə bilmədiklərim ssenariləri hekayə formasına salıb. Bəlkə heç olmasa oxuyasınız, görəsiniz ki, nələr fikirləşmişik. Yazdığınız və heç vaxt paylaşmadığınız ən dərin fikir nədir? Yəqin paylaşmamışamsa, deməli paylaşmalı fikirdir. Bir ara YouTuberlərimizlə film çəkmə bumu yaşandı.
Sonra isə yarandığı kimi də söndü. Səbəb nədir? Səbəb ümumiyyətlə 2016, 17, 18 səhv eləmirəmsə kinoda boom var idi. Ancaq youtuberlər yox, hamı da yəni filmə gedirdi. Çünki bir neçə uğurlu film alınmışdı. Bir çox sahələrdəki kimi, yəni insanlar gələn yerə çox böyük, bu demirəm pisdir, amma belə bir axın yaranmışdı. Və çoxlu filmlər çəkildi. Tamaşaçılar bir çoxuna gəldi, baxdı. Türklər demiş, hayal kırıklığı yaşadı. Ona görə filmlər başladı kassada uğursuz olmağa və o sahəyə pul yatıran adamlar deyir ki, yox, kinoda pul yoxdur. Amma əslində kino məncə ən gəlir gətirə bilən sahələrdən biridir. Sadəcə düzgün investisiya eləmək lazımdır. O boom da dediyiniz boom da həmin dövrü idi. Yəni elə olurdu ki, adam tapmırdıq film çəkməyə. Çünki hamı hardasa işləyirdi. Azərbaycanda bu sahə çox balacadır. Eyni vaxt 3 kino çəkilsə, işləməyə adam tapamırsan, işıqçısından tutmuş səsçisinə qədər. Heyf ki, böyük təkan alıb növbəti mərhələyə keçənlər. Burada biraz belə investorların bu sahəyə qoydum, götürdüm kimi baxmasıdır. Yəni bu alver kimi baxması oldu məncə. Amma kino sahəsi bir film batar, 2 film batar, 3-cü film 10 dənə filmin gəlirini gətirə bilər. Yəni belə bir potensial olan bir sahədir. Təəssüf ki, amma indi pul tapmaq kino adamlarına çətindir. Nəyi bağışlamazsınız, nədən keçməzsiniz? Yalan. Nəyi bağışlamazsınız, nədən keçməzsiniz? Aldatmağı, yəni bu yalan ancaq mənə yalan deyib, belə bildiyimiz yalan söz danışmağı deyil. Burada aldatmaq var, buna bir xəyanət var, dost xəyanəti deyə, səndən sui-istifadə var. Yəni bir dost bildiyin adamı sənə dostca baxmaması, bir yaxın bildiyin adamı səni başqa məqsədlə dostluq eləməsi və s. kimi şeylər mənə ağır gələr açığı. Onu bağışlamaram yəqin ki. Ya da ki, yadımdan çıxır. Hürsüz adamım, bir müddət sonra yadımdan çıxır. Valla bunlar inbox'a yazsaydı cavab verərdi, bu qədər cəmaat. Orta statistik Rasim 2 seriyası gəlsin. Axır vaxtlar, Orta statistik Rasim 2019-da çıxıb. Ondan sonra ən çox aldığım mesaj onun 2-ci seriyasıdır. O da mənim ən çox sevdiyim işlərimdən biridir. Bəlkə də ən çox sevdiyimdir. Sırf YouTube-da elədiyim. Sonra bəlkə də ən çəkdim, onu daha çox sevdim. Növbəti eşqim yarandı. Amma doğrudan Rasim mənim ən çox sevdiyim personajdır, ən çox sevdiyim əhvalatdır. Sadəcə olaraq bəxti gətirməyən bir işdir. 2-ci seriyasını çəkməyə hazırlaşırdıq ki, yəni biz ayın 22-si martdan 2020-ci il 22 martda 2-ci seriya start verildi, senari hazır idi, hər şey hazır idi. Nə oldu? Pandemiya başladı və bu uzun müddətli pandemiya dönəminə girdi. Ondan sonra müharibə başladı, şükür qələbəmizlə bitdi. Və vaxt keçdikcə həmin o əhvalat artıq mənim üçün köhnəldi. Həmin o oğlumu oynayan uşaq böyüdü və bəxti gətirmədi. Yəni Rasim mən də və tamaşaçıların ən çox istədiyi işlərdən biridir. Amma təəssüf ki, bəxti gətirməyib. Amma mövzuya qayıdırsam 100% Orta statistik Rasim 2 olacaq. YouTube-da çox güman ki, çox az ehtimalla ola bilər birbaşa film kimi də kinoteatra çıxsın. Amma hələ ki dəqiq deyil. Əhvalatın belə başlanğıcı var, tapmışam əhvalat nədən ola bilər, amma inkişaf elətdirə bilməmişəm beynimdə və mən də istəyərəm ki, 2-ci seriya 1-ci seriyadan daha yaxşı olsun. Yəni onun kölgəsində qalmasın deyə, yəni obrazı heyf eləmək istəmirəm. Daha yaxşı bir şey eləmək istəyirəm. Keçək növbəti suala. Bəlkə də filmi kinoteatrlarda niyə yığışdırılıb, YouTube-da nə vaxt paylaşılacaq? Bəlkə də filmi kinoteatrların hamısından yığışdırılmayıb. Nizami kinoteatrında hələ də siz filmi izləyə bilərsiniz. Gündə səhv eləmirəmsə, ya 1 ya 2 seans olmalıdır. YouTube-da yayımlanmağı çətin, yəni demirəm heç vaxt olmayacaq, amma yaxın illər ərzində yəqin ki olmayacaq. Burada bir dənə kəskin belə bir şey eləmək istəyirəm, yəni. Mən YouTube üçün ayrı filmlər çəkəcəm, kinoteatr üçün ayrı. YouTube-da çəkdiyim filmlər kinoteatrda olmayacaq, kinoteatrda çəkdiyim filmlər YouTube-da. Yəni belə bir qərar qəbul eləmişik. Çünki niyə? Bu formada filmlərin kassa uğuru azalır, insanlar gözləyirlər ki, YouTube-a nə vaxtsa çıxacaq, baxacam və pul itkisinə gətirib çıxardır. Növbəti işdə prodüserlər pul ayırmaq istəmir. Pul ayırmayanda da kino çəkilmir. Kino çəkilməyəndə də kinoteatrda baxmağa heç nə olmur, həm də YouTube-da. Amma mən yəni sırf YouTube-u unutmamaq üçün YouTube üçün ayrı ssenarilərim var, yazmışam. Biri hazırdır tam, ikincisinin üzərində işləyirəm. Belə işlər olacaq. Bunlar sırf YouTube üçün olacaq. Daha yəni tam metrajlı yox, qısa metrajlı. 30 dəqiqə, 40 dəqiqə, 20 dəqiqə, 15 dəqiqə. Amma əgər filmi kinoteatra çıxardacaqsa,
yəqin ki, onu artıq YouTube-da görə bilməyəcəksiniz. Yenə də deyirəm, tam qəti danışmaq istəmirəm. Siz əgər elə filmlərə baxmaq istəyəcəksinizsə, Kinobox olacaq. Gidib oradan pul verib baxarsınız və yaxud da bilmək olmaz. Stand-up konserti nə zaman verəcək? Mən nə vaxt belə bir anons elədim ki, stand-up. Ya, mən stand-up 100 kafedə eləmişəm vaxt ikən. Sonra öz videolarıma baxdım, başa düşdüm ki, vallahi hər öz işi ilə məşğul olsa yaxşıdır. Çox sevdiyim bir sahədir. Amma özümü orada uğurlu görmürəm. Və ora elədiyim zarafatlar, elə bir o səhnəyə çıxanda elə bir ki, o səhnədə necə çox düşməyəcəksən, ağzıva gələni danışırsan, sonra düşüb deyirsən ki, mən belə normalda bu cür ağzıma gələni danışmıyorum. Niyə mən belə söydüm, nə oldu mənə? Yəni, çox böyük, qəribə bir aurası var səhnənin. Çıxırsan, buraxdım, söyüşün biri belə, altdan, mətn altı belə. Sonra videolara baxıram ki, mən niyə belə tərbiyəsizəm? Yəni, yəqin ki, heç vaxt olmayacaq mənim stand-up konserti. Film rejissoru və ya senaristi olmaq istəyənlərə hansı tövsiyələri verərdiniz? Olmayın, dostum. Mənim rastlaşdığım və dialoqda olduğum insanların çoxusu buna elə bir hobbi kimi yanaşırlar. Yəni, senari yazır, amma senari necə yazılır kitablarını oxumaq istəmir və yaxud da bu haqda heç nə maraqlanmaq istəmir. Deyir ki, əhvalatım var, bomba əhvalatdır, çəkək bunu. Bu bir sahədir. Əgər doğrudan da rejissor və ya senarist olmaq istəyirsinizsə, ən azından çox yaxşı filmlərə baxmalısınız. Yəni, bunu siz məşhur saytların reytingi ilə də eləyə bilərsiniz. Bunu məşhur kino tənqidçilərin reytingi ilə də eləyə bilərsiniz. Ümumi qəbul olunmuş şedevrlar var, onlara baxa bilərsiniz. Yəni, baxmalısınız, əgər zövqünüzü formalaşdırmaq istəyirsiniz. Chaplindən başlayaraq, Vətəndaş Keyn var, nə bilim, Kurosawa var, Hababam sınıfları var, mənim sevdiyim filmlər. Tarkovski var, nə qədər klişe səslənsə, Woody Allen var, Kalatozov var, bilmirəm, çoxlu, yəni dünyada kifayət qədər çox rejissor var və siz sadəcə olaraq ən azından hər rejissordan bir filmə baxmaqla bir zövq formalaşdırır. Baxarsınız ki, bu tərzdə daha yaxında olan filmlərdən baxa-baxa formalaşırsan zaten. Bir də yaxşı olar senarist olmaq istəyirsə, senariləri də oxuyun. Çünki tapmaq olur onlayn istənilən filmin senarisini. Ən azından bir quruluşuna baxın, senarinin öz yazılma quruluşu var, strukturu var. Sadəcə roman yazırmış kimi götürüb əhvalat yazıb bu senarili demək düzgün deyil. Yenə deyirəm, bu bir peşədir və bu peşəyə ciddi yanaşmaq üçün yaxşı filmlərə baxın, senariləri oxuyun, istənilən senari ən azı bir quruluşu başa düşəsiniz ki, necə baş verir və senari yazılma haqqında kitabları oxuyun. Bunu məsləhət görə bilərəm. Amma bütün bunlar bir vasitədir. Əsası sizin deməyə sözünüz olmalıdır. Deməyə sözünüz olmayandan sonra öyrəndiyiniz şeylər sizə elə də kömək eləməyəcək. Necə müəllim kimi danışıram da. Elə bil özü dağı dağ üstünə qoyub əzlaf. Hansı ölkələrdə olub, orada maraqlı yadda qalan nə olub sizin üçün? Olubsuz da yəqin. Hansı ölkələrdə olub, orada maraqlı yadda qalan nə olub sizin üçün? İlk dəfə, məsəl üçün, Eyfili görəndə bir şok yaşamışam. Niyəsə elə bir, özdə qatarla gedirdi, metro ilə, amma yer üstünə çıxırdı. Azərbaycanlılar oturmuşuq, bu ilk səfərində olmuşdu ora. Fransızlar da özləri üçün oturub, birdən binaların arxasından Eyfel çıxdı, hamımız bir də deyir, Fransızlar döndü ki, nə oldu sizə, nə var ki? Və o ömür boyu kitablarda, kinolarda gördüyün Eyfel, sən demə rəngi də belə qızıl təhərdir, yəni qara deyil, mən niyə son qara təsəvvür edirdim, qızıl təhərdir və gedib ona baxırsan ki, sadəcə dəmir konstruksiyadır, amma o qədər böyük, belə uşaqlıqdan Eyfel qülləsinin təbliğatına məruz qalmışıq. Onda bir şok yaşadım. Florensiyada olanda Şah İsmailin orada şəklini görəndə qəribə bir şok yaşadım ki, ayda Şah İsmailin şəklinin originalı buradaymış, bilmirdim heç açıq oradadır. Müxtəlif Davidin heykəlini görəndə məsəl üçün şok yaşadım ki, yəni orada bir necə qəribə bir şeydir. Sənətkarı yəqin sənətkar eləyən odur. Sən heykələ baxırsan və onu şəkildə hiss eləmək olmur, onu şəkildə görəndə hiss eləmək olmur. Mən onu belə birinci dəfə canlı baxanda, düz aşağıdan yuxarı baxırsan, hər şey də bayırdadır. Amma o vacib deyil. Vacib olan mən onun gərginliyini hiss elədim. Mən onu şəkillərdə hiss eləmirdim. Mən Davidin heykəlinə baxdım və başa düşdüm ki, bu adam çox gərgindir. Bəlkə də biraz qorxudur. Belə baxırsan, burnunun qapaqları qalxıb, bədəni çox gərilib, əzəlləri gərgindir, əlinin tutuşu. Mən dedim, mən bunu şəkillərdə bu qədər hiss eləmirdim. Bu adam çox gərginmiş. Çində çörək tapanmayanda çox belə ilxor olmuşdu. Yəni, Çin başqa tamam mədəniyyət. Yəni, belə danışsam bir səyahət verilişinə dönəcək.
Amma yaşadığım an belə qəribə xoşbəxtliklər və təəccüblər olubdur. Növbəti sualı. Buna da elə bir imtahana gəlmişəm, bilet çəkirəm. Bəlkə də 2 olacaq, hələ birinin çəkdiyi qurtardı, qaldı ki. Çox güman ki, yox, çünki əhvalat mənim üçün bitibdir. Bəlkə də olsa serial ola bilər, yaxşı bəlkə də. Çünki o düyməni basandan sonraki anlar artıq bir filmə sığmır məncə. Sığsa da çox belə də bu birinci film kimi sıçı olacaq. Özünü ötərsən, sağ ol qadan. Özünü ötərsən. Çox sağ ol, yaxşıyam. Yuxuluyam. Mən gecələr gec yatıb, səhərlər gec duracam. Bir də şey danışım, dünən mən özünü nətərsən dedim, o yadıma düşdü. Biraz özümü qoca hiss elətdirirlər, axır vaxtlar dostlar məni özümə. Dünənləri maşınla gedirəm, bir üzbəyüz gəldik bir obsu maşından. Qaqaş qayıtdı ki, dayı bir dənə sən gözlə mən keçsin. Mən də belə oturdum belə maşında, kövrək. Sonra o baxdı, tanıdı ki, bağışlayın, siz də qocaltdım. Dedim, valla sənlik bir şey yoxdur, saqqalım ağarır. Dayı dedi, bana bugün dayı dedilər. Özü 2 dəfə dedilər gün ərzində. Aha, həna qoyacam saqqalıma. Növbəti sualı çıxartdım. Rejissor olmaq yoxsa aktyor olmaq? Senarist olmaq. Axır vaxtlar da orada mənim ixtisasım aktyordur, amma mən niyəsə axır vaxtlar yazmağa daha çox meyillənmişəm. Rejissorluğa iddiam var. Özümü belə rejissor saymıram, öyrənirəm. Senariyə axır ömrümün 4-5 ilini həsr edib öyrəndim müəyyən qədər senari necə yazıla bilər. Amma aktyor olmaq, yəni özümü heç vaxt belə istedadlı aktyor saymamışam, müəyyən qədər öz ampluamda çabalamışam. İstəyərəm, açığı bunların arasında yaxşı rejissor olmağı bacarmaq istəyərəm. Bu istiqamətdə çalışıram ki, belə müəyyən işlər görüm, baxıram, filmlərə baxıram, master klasslara baxıram, özüm praktiki cəhd eləyirəm. YouTube zaten mənim üçün laboratoriya idi, orada kifayət qədər eksperimentlər elədim, bunu necə çəkilir, öyrəndim daha. YouTube mənim universitetim oldu. Orada çəkdim, birbaşa sizin qabağınızda imtahan verdim. Siz də sağ olun, əksər hallarda yaxşı qiymətləndirdiniz. İndiki məqsədim çox güman ki, rejissor ola bilməkdir. Paxılığın tutduğun biri olubmu, olubsa kimə və nəyə görə? Elvin, paxıllığın tutduğu... Valla açığı həyatda paxıl adam deyiləm. Tanıyanlar da deyə bilər. Həsəd apardığım adamlar olub ki, ayda necə edir və s. Amma belə paxıllığını tutum, fikirləşim ki, kaş bunun filmi olunmazdı. Belə bir şey olmayıbdı. Vicdanım qarşısında təmizəm. Bu hissi mən özümdə necə boğmuşam, deyim sizə, o da qəribə əhvala. Mən fikirləşdim ki, nə vaxt başa düşdüm ki, paxıllıq yaxşı deyil. Uşaq idi, sinifimizə bir uşaq gəlmişdi təzə, dostluğumuz var idi, futbol oynayırdıq bir yerdə. Bu gələndən sonra məni futbolun əsas heyətindən ehtiyata düşdüm. Çünki çox yaxşı oynayırdılar. Onda mən hiss elədim, hardasa biz 7-ci sinifdə oxuyardıq. Hiss elədim ki, mən necə paxıllıq eləyirəm, elə istəyirəm ki, kaş bu gəlməzdi bizim sinifə. Allah, niyə bu qədər siniflərin içində ancaq bizim sinifə düşdü? Amma dostluğumuz var. Yəni, işdir, gəlib sinifdə ən yaxın mənlə dostluq edir. Sonra bir gün özümlə tək qalanda, məncə insanlar özü ilə tək qalıb söhbət eləməlidir. Götür-qoy elədim ki, yəni, sənin məktəbin, sinifin əsas heyətində oynamağı mı sənə vacibdir? Yoxsa bu insandan dostluq eləməyi, mən başa düşdüm ki, o insanla dostluq eləmək daha dəyərlidir və o hissin nə qədər mındar və lazımsız hiss olduğunu başa düşdüm. O gündən o hisslə mübarizə apardım. İnsanın istər-istəməz xislətində paxıllıq var, o danılmazdır. Amma o mənim üçün doğrudan dönüş nöqtəsi oldu və ondan sonra heç kəsə qara paxıllıq eləmədim. Ancaq həsəd apara bilərəm ki, ayda, nə qəşəng, mən də bundan eləmək istəyərəm. Məsəl üçün, bizim Əlixanla bir-birimizə olan o həsəd, mən çəkirdim, Əlixan gözlə, Əlixan sənə görmə, mən çəkirdim, o da mənə baxırdı gözlə və belə öz aramızda açıq bir rəqabət vardı və ikimizin də bildiyi və bu bizim hər ikimizin müəyyən qədər inkişafına kömək olmuşdu. Ona görə belə paxıllıq eləyəndə də belə paxıllıq eləmək lazımdır məncə. Bununla da məncə suallar bitdi. Çox sağ olun suallara görə, düzdür. Yazırsınız inboxda da, kommentlərdə də, təəssüf ki, hamısına belə cavab verə bilmirəm. Sizə deyirsin, nə oldu, gərək veriliş olsun, cavab versin. Ümumiyyətlə, çalışıram maksimum çox qəribə səslənsə də az istifadə edeyim sosial şəbəkələrdən. Çünki bir istifadə elədikcə adam aparır. Kinoboxda çox sağ olun. Soruşma qayıb olmasının verilişlərə təşəkkür edirəm ki, dəvət elədilər, sizin sualları cavablandırdım.